Bugün Qoçaq kəndli fermer təsərrüfatında növbəti iş günlərindən birini keçirdim. Marketinq sahəsində çalışdığım üçün məhsullarımızı, xidmətlərimizi və brendimizi hər gün insanlara tanıdırıq. Amma düşünürəm ki, bir məhsulu doğru tanıtmaq üçün əvvəlcə onun hekayəsini yerində görmək lazımdır. Bugün əkin sahələrini gəzdim, otların biçilməsi və yığılması prosesini izlədim. Heyvanlar üçün hazırlanan yem bazasını yaxından gördüm. Daha sonra heyvanların Qarabağın təmiz havasında, təbii otlaqlarında sərbəst şəkildə bəslənməsinə şahid oldum. Məhz bu şərait məhsullarımızın keyfiyyətinin əsasını təşkil edir. Təsərrüfatı at belində gəzmək mənə bu böyük əməyin miqyasını daha da yaxşı hiss etdirdi. Xanabad balının arı pətəklərinə də baxmaq imkanım oldu. Balın süfrəmizə gəlinə qədər keçdiyi yolu yaxından görmək həqiqətən maraqlı idi. Günün sonunda isə Qarabağ atları ilə vaxt keçirib onlara yem verdim. Marketinqdə işləyərkən çox vaxt məhsulun son nəticəsini təqdim etdik. Amma bu gün bir daha gördüm ki, Qoçaq brendinin arxasında sadəcə məhsul deyil, böyük zəhmət, peşəkarlıq və təbiətə bağlılıq dayanır. Bu təcrübə mənə həm işimi, həm də təmsil etdiyim brendi daha yaxından tanımaq imkanı verdi.